Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Axşamınız xeyir olsun, əziz televiziya tamaşaçıları. Azərbaycan üçün çox uğurlu bir il olur. Allah sizə uğurlar qismət eləsin. Valideynlərinin başını uca eləsin. Sağ olun ki, siz də gəlmişsiniz. Balaları təbrik edirəm. Allah bizdə mehriban eləsin. Sağ ol Azərbaycan. Böyük toyunacaq. Xoşbəxtlik arzudur. Əziz izləyicilər, Salam Azərbaycan verilişi öz axarıyla davam edir. Bir daha qeyd eləmək istəyirəm ki, məhz bugün biz Sankt-Peterburq şəhərində Qubadovlar ailəsinin qonağıyıq. Özdə ən gözəl və özəl bir günə gəlmişik. Hansı ki, bu ailənin oğul övladının kiçik toy məclisinə gəlmişik. Biz də təbrik edirik. Özdə adı bilirsiniz nədir? Tarixdən elə qəşəng gözəl bir iz yazıb o ad. Bütün tarixlərdə var, yaddaşlarda var. Süleyman da, amma mən deyirəm ki, Sultan Süleymanın bugün biz kiçik toy məclisinə gəlmişik və görürsünüz yanımızda ağsaqqal, ağbirçəklər və bibilər, anası dayanıb, atası dayanıb, əmsi dayanıb. Burada hamısına da göz aydınlığı verir. İnşallah ki, bu ailənin ən gözəl, xoş günləri bax beləcə keçsin deyirik. İnşallah həmişə toylu, bisatlı olsun deyirik. Və bu ailənin ağsaqqalı yanımızdadır. Dünən də toy məclisində görüşmüşük. Sürət müəllim, sizi salamlayıram, xoş gördük. Çox sağ olun. Təbriklərinizi işləyib bir ağsaqqal kimi. Mən də yaxşı, gözəl sözlər dediniz. Mən də o sözlərə qoşuluram. Bizim balaca nəvəmizin, deməli, onun kiçik toyudur. Arzu nə ola bilər? Arzu odur ki, boya başa çatsın. Valideynlərinin başını uca eləsin. Böyük olan olsun, onun böyük toyunda iştirak edir. Allah bizə qismət eləsin. Biz ağsaqqallara qismət eləsin ki, onun böyüyündə iştirak edir. Allah sizə ömür versin. Sağ olun. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Buyurun. Dilara nənəsinə göz aydınlığı verirəm. Valideynlərinə göz aydınlığı verirəm. Qardaşım olunduram. Bu həm mənim nəvəmdir, həm də gəlinimdir. Nə gözəl, maşallah. Belə nəvədir ki, bacımın nəvəsidir, mənim nəvəmdir, elədir. O üçün göz aydınlığı verirəm onlara. Və əziz tamaşaçıları, onu da qeyd eləmək istəyirəm ki, bizim Süleyman balamız rəhmətlik babasının adını daşıyır. Ulu Tanrıdan rəhmət dilirik, Allah rəhmət eləsin deyirik ölənlərə və qalanlara can sağlıq arzu edirik və bizim balaca bəyimizin nənəsi. Salamlayırıq Ayana, xoş gördük sizi. Həmişə toylara gələk inşallah, təbriklərinizi işləyək. Allah sizə can sağlıq versin. Buradan Azərbaycana salamlar göndərirəm. Sağ olun ki, siz də gəlmişsiniz. Allah balaca Süleymanıma can sağlıq versin, valideynlərinə can sağlıq versin. İnşallah onun böyük toyunda belə Allah qismət eləsin bizə iştirak eləyək. Süleyman babasının adını daşıyır. İnşallah onun özü çox bir böyük məsuliyyətdir. Bəli. İnşallah babası kimi xeyirxah, necə deyərlər, mərd bir oğlan olsun. İnşallah. Yaxşı bir insan olsun. İnşallah. Sizə də Allah Taala'dan can sağlığı arzu edirik. Arzu edirəm ki, sizin ağbirçəyin xeyir duası bu ailənin üzərindən əksik olmasın. Həmişə var olasın. Allah xoşbəxt eləsin. Əziz tamaşaçılar, bilirsiniz ki, bizim çəkilişlərdə Cənub bölgəsində xüsusilə çoxlu çəkilişlərimiz olub. Nəsə, ləhcə yaman şirin gəlir. Cənub bölgəsi. İstəyərdim ki, söyləyəsiniz, hardansınız? Lənkərandan? Lənkəranın Girdəni kəndindən. Bax, indi hər kəs sizə baxır. Bir salamlarınız varmı? Salamlar göndərirəm Azərbaycana, Lənkəranlılara,
Lənkəranın Girdəni kəndində olan bütün əhlinə. Çox sağ olun. Təşəkkürümüzü bildiririk. Allah sizə can sağlığı versin. Ayçıların manzarası çalınır bugün. Süleyman Bey'imizin toyunun manzarası çalınır bugün. Bugünün alışları yesin. Eşk olsun. Ay maşallah. Onlar git. Biz de maşallah. Salamlayırıq, xoş gördük. Özünüzü təqdim edin. Marifə, əmisinin yoldaşı. Çox gözəl. Mən də onu təbrik edirəm. Gün o gün olsun, onun böyük toyunda iştirak edin. Amin inşallah. Allah onu saxlasın, böyük bala olsun. Çox sağ olun. Allah sizin də balalarınızı saxlasın. Təşəkkür edirik. Salamlayırıq, xoş gördük. Özünüzü təqdim edin. Mən də Ziyafət nənəsiyəm. Aha. Allah hər ikisinə, qızıma, Yazdama, Allah onlara xeyir versin. Amin. Balalarının xeyrini ki, gün olsun, böyük toyunda belə iştirak eləyək. Xoşbəxt olsunlar.
tamaşaçılar, bugünün səbəbkarı Süleyman balamızın atası yanımızdadır. Salamlayırıq Nuran bəy. Xoş gördük və təbriklərinizi eşitdik. Mən oğluma uzun ömür, can sağlıq arzulayıram. Böyük toyunda inşallah bütün qohumlar iştirak eləsin inşallah. Sürət əmi də orada olmaqla. Çox sağ olun. Ağsaqqaldır. Təşəkkürümüzü bildiririk. Bizim balamızın anası yanımızdadır. Gözəl xanım, maşallah olsun. Allah həmişə sizi belə təravətli saxlasın. Təbriklərinizi eşitdik. Çok sağ olun. Хочу сказать спасибо большое всем, кто пришел. Желаю своему сыну быть достойным парнем, чтобы Азербайджан и Россия гордилась таким сыном, как Süleyman. Спасибо большое. Çok sağ olun. Əziz tamaşaçılar, Süleymanın bibisi yanımızdadır. Elnara xanım. Salamlayırıq, xoş gördük və təbriklərinizi eşitdik. Так как мы живем в Санкт-Петербурге, я хочу поблагодарить всех тех гостей, которые пришли в этот знаменательный наш день. Это маленькая свадьба, это еще не большая свадьба, но начало как бы пути. Я желаю этому маленькому мальчику, моему племяннику радости в жизни, успехов во всем. Əziz tamaşaçılar, Salam Azərbaycan verilişinin davamında növbəti təbrik üçün sözü verəcəyik. Biz Süleyman balamızın əmisinə, özdə nə əmidir ya, çox məsuliyyətli. Bizlə də telefonda o qədər danışdı ki, Sadət xanım deyir, işin istəyirəm ki, bu gözəl çəkilişimizin hər incəliyinə qədər dəqiqlik olsun söylədi. Əhsən düşür sizə və istəyərdim ki, göz aydınlığı verək, təbriklərinizi eşitdik. Buyurun. İlk öncə Sadət xanım, Salam Azərbaycan, Dünya TV-də yayınlanan Salam Azərbaycan kanalının aparıcısı Sadət xanıma, onun əməkdaşlarına xüsusi minnətdarlığımı bildirirəm ki, mənim təklifimi qəbul edərlər və bir gözəl ziyafət məclisinə dəvət buyurdular. Mən buradan doğma Azərbaycanımıza salamlar göndərirəm, qucaq dolu salamlar göndərirəm. Mən özüm ilk dəfə ki, Rusiyanın ən gözəl şəhəri olan, ən qədim şəhəri olan Leningrad şəhərində, Sankt-Peterburg şəhərindəyəm. İlk dəfədir buradayım. Mənim üçün çox şərəfli və sevindiricidir ki, qardaşımın balası Sultanlığa layiq Sultan Süleymanın bu gün kiçik toyudur, sünnət toyudur. O gün olsun onun böyük toyuna yığışaq. Atamızın, Allah rəhmət eləsin atamıza, atamızın adını daşıyan Sultanlara layiq Süleymanın bu gözəl günündə mən atasına qucaq dolu minnətdarlığımı, onun böyük toyunu görsün deyirəm. Girdəni kəndinə, Lənkəran rayon Girdəni kəndinə qucaq dolu salamlar göndərirəm. Burada mənim üçün çox sevindirici oldu ki, xoş simaları gördüm, gözəl insanları gördüm, bir arada gördüm. Mehribançılıq ümumiyyətlə yaxşı bir şeydir. Həmişə Allah təala bizə toy qismət eləsin, həmişə ziyafətlərdə görüşək inşallah. Öpürəm hamısını, böyük əmimdən də üzr istəyirəm, əmimin yanında danışıram, Sürət əmimə Allah razı olsun deyirəm. Buradan böyük qardaşım Pərviz üzürlü səbəblərə görə burada iştirak eləmir.
böyük qardaşımızdır. İşlə əlaqədar olaraq 6 günlük, 7 günlük icazəsi ola bilmədən burada iştiraklanmadı, amma ürəyi buradadır. Onun da adından bir təbrik. Pərviz böyük qardaşımız da atamızı əvəz eləyir. Buradan Pərvizi öpürəm, bağrıma basıram. Onun demək olar ki, böyük əmisidir. Onun arzularını burada çatdırıram. Süleyman bala, Allah sənin yolları işıqlı eləsin, başını uca eləsin, həyatda xoşbəxt olasan, baban kimi hörmətçil olasan, adına layiq övlad olasan, həyatda nə edim, nə eləmim deməyəsən, xoşbəxt olasan, bütün həyatın keşməkeşli yollarında uğurla addımlayasan, həmişə başın uca olsun, alnın açıq olsun, yolların həmişə işıqlı olsun, Allahın nəzəri həmişə üzərindən əski olmasın. Hamınızı öpürəm. Həmişə belə toy şənliklərində iştirak eləyək. Anamı buradan öpürəm, bağrıma basıram. Mən çox sevinirəm, biraz həyəcanlıyım, üzrlü sayın bəzi səbəblərə görə. Var olasınız. Buradan qardaşımı öpürəm. Allah xoşbəxt eləsin Süleyman balanda. Əziz tamaşaçılar, Salam Azərbaycan verilişi bu dəfə Sankt-Peterburq şəhərində Quliyevlər ailəsinin özəl və gözəl bir gününə gəlib, hansı ki möhtəşəm kiçik toy məclisinə gəlmişik əzizləyicilər. Bizim Rəfi balamızın bugün gözəl məclisidir. Hansı ki Vüqar bəy təşəkkürümüzü bildiririk ki, bax belə gözəl adət-ənənələrimizə uyğun olaraq məclis keçirirsiniz və biz də dəvət eləmişsiniz. Arzu edirik ki, böyük toyuna gələk, ailənizə layiqli övlad olsun. İnşallah həmişə başınızı uca eləsin və istərdik öncədən hər kəsi bir salamlayasınız, sizi yaxından tanıyaq və təbriklərinizi eşidək. Buyurun. Çox sağ olun, çox razıyıq. Vüqar, Quliyev Vüqar, Rəfi oğlu. Neçə ildir burada yaşayırsınız? 2003-dən. Aha, Allah yaxşı. Övladınızın neçə yaşı var? 3 yaşı, 4-ə keçir. Allah saxlasın. Söylədiniz ki, Rəfi adı sizin atanızın adıdır. Buradan salamlayırıq, Allah can sağlığı versin deyirik. Harada yaşayır? Ağdam rayon Qaradalı kəndi. Peki bir salamlar göndərək. Salamlar. Babaya salam ver, babaya salam ver, babaya salam ver. Babaya salam elə. Nənniyə babaya salam elə. Öz övladınıza nə arzu edirsiniz? Uzun ömür, can sağlığı. Həyatda çətin günlər olmasın, xoş günlər olsun. Amin, amin. Bütün balaları, o sayədə bütün balaları təbrik edirəm. Neçə övladınız var? 3. Maşallah. 2 qız? 2 qız, 1 oğlan. Allah saxlasın, göz dostu görəsiniz. İnşallah ki, toyuna gələk. Əziz tamaşaçıları bilirsiniz ki, bizim kiçik toy məclislərində əsas məsələ kimdir? Kirvədir. Belə bir deyim var, söyləyirlər ki, kirvə ata yarıdır. Elə ən çox məsuliyyətinin yəni bir hissəsi, çox hissəsi düşür kirvələrin üzərinə. Əziz kirvə salamlayırıq, xoş gördük. Necəsiz? Sağ olun, Allah razı olsun. Adınızı öyrənək? Adım Vahid. Lap yaxşı. Arzu edirəm bu qohumluğunuz əbədi olsun. Ən əsası mehribançılığınız davam eləsin. Təbriklərinizi eşidək. Oyun olsun. Təbrik edirəm Rəfinin nənələrini, babalarını. O gün olsun Rəfinin böyük toyuna qismət olsun. Yəni ki, arzulayıram ki, görsünlər. Yəni Allah bizdə mehriban eləsin. Bütün sizin televiziyamızda minnətdarlığımı bildirirəm. Neçə övladınız var? 2 övladım var. İkisi bunlardır. Nə gözəl, Allah saxlasın deyirik. Göz dostu görəsiniz. Neçə ildir dostluq edirsiniz? 26 ildir. Bax, hardan ağlınıza gəldi ki, məsələ 26 il dostluq elədiyiniz dostunuzu, yəni kirvə seçəsiniz? Çox adamlar qohumdan seçirlər. 26 dostluq edirik. 26 il az il deyil. Əlbəttə, biri ömrüdür. Hər adam dostluq edə bilmir, ona görə də
möhkəm dostluğuna görə çirək. Əbədi olsun deyirik inşallah. Gözəl qızlarımız, bəlkə bir ora salam Azərbaycan deyəsiz. Salam Azərbaycan. Salam Azərbaycan. Kiməsə salam demək istəyirsiniz? Şəxlən anaya. Kimlərə? Şəxlən anaya, Azər babaya, Rəfi babaya, Nazlan anaya. Salam deyirsən. Salam, hə. Sən kimə salam deyirsən, gözəl qızım? Hamıya. Ora bax, kameraya bax, bir salam Rəfi babaya, Nazlan anaya, Şəxlən anaya, bir də Azər babaya. Azər babaya. Hamıya biz də salam deyirik. Ay bu qardaşların ona halal, ay bu qardaşların ona halal, ay bu qardaşların ona halal, onların adına biz çəkirik misal, çəkir bizi Dünya TV kanal, çəkir bizi Dünya TV kanal, marağımız həmən televiziyondədir, marağımız həmən televiziyondədir, hamı bu gözəl toyda ziyafətdədir, hamı bu gözəl toyda ziyafətdədir. Şirin kəlam ruhu gidarım sana, şirin kəlam ruhu gidarım sana, şirin kəlam ruhu gidarım sana, hər nə gəlir şairə handan hana, deyilir orada salam Azərbaycana, xalqımız o verilişə diqqətdədir, xalqımız o verilişə diqqətdədir, hamı gözəl toyda ziyafətdədir, hamı gözəl toyda ziyafətdədir. Ey yox bu toyun bənzərinə oxşarı, yad elə etdən hər xəbərdar, çağırmısan bu iki sənətkar, deyək evlaxlı gəl hindi ilqarı, hindi yad elə evlaxlı ilqarı, gəlsə bura düz istiqamətdədir, hamı bu gözəl toyda ziyafətdədir, hamı bu gözəl toyda ziyafətdədir. Salam verirəm, xoş gördük. Verilişin də uğurlu xeyirli olsun. Gözəl Azərbaycanımızdan gəlmirsən. Çox sağ olun, var olun. Əlbəttə, mən bura mütləq gəlməlidim. Çünki bu qar mənim dostumdur, qardaşımdır. Neçə illik dostluq edirik və ildən ilə də daha yaxın olur bir-birinə. Bu qarın ailəsi elə bizim öz yaxınlarımız, öz əzizlərimiz, elə əmisi kimi uşağın iştirak edirik bu toyda və biz bura yəqin ki, bütün nə işimiz də olsa təxirə salıb gələrdik, elə də eləmişik. Allah onun bağlarını xoşbəxt eləsin. Həmişə işləyək ki, ailəsində, yaxınlarında, xoş gündür, bizə sevinə-sevinə gələk. Mən də bütün Azərbaycanlılar salamlayıram. Vüqar qardaşımızı təbrik edirəm. Allah Teala onun balasının böyük toyunu bizim hamımıza qismət etsin. Ümumiyyətcə, hansı bir yerdə Azərbaycanlı var, Azərbaycanı təmsil edirsə, olan hər biri ilə fəxr edirəm. Allah Azərbaycanımızı var eləsin. Xoş gördük. Özünüzü təqdim edin. Cəfər. Aha, əmsizsiz yoxsa dayısınız? Yox, mən yeznəsiyim. Yeznəsi, bəli. Aha, təbrikləriniz işte. Mən Vüqarı təbrik edirəm. Xoşbəxt olsun, gün olsun, böyük toyuna yığışaq. İndi ən gözəl gündür Vüqar üçün. Bugün oğlunun kiçik toyudur. Mən arzu edərdim ki, bu yoldaşlarla, dostlarla bir yerdə onun böyük toyunu əvvəlcən Ağdamda, sonra da bu dostlarla yenə Sankt-Peterburg şəhərində keçirərdik. Amin inşallah. Salamlarınız var? Salamlarım var mənim bütün Ağdam cəmaatına. Tək Ağdam yox, Azərbaycana salamlar məndən, Bakıya, Sumqayıta və ələlxüsus Ağdam cəmaatına. Mən özüm Ağdamlıyam, hal-hazırda Sumqayıta yaşayırıq. Bu da mənim böyük oğlumdur. Təbrikləriniz var? Təbrik edirəm, bir kişilərdən olsun, o gün olsun, toyunda iştirak edək. Buradan Azərbaycana salamlar. Çox sağ olun, təşəkkürümüzü bildiririk və əziz tamaşaçılar, bu gözəl toy məclisindən görüntülərimiz davam edəcək və bizim müsahibimiz çox gözəl vurğuladı ki, inşallah ki, bizim işğal altında olan torpaqlarımız tezliklə azad olunsun, belə gözəl məclislərimizi o torpaqlarımızda qeyd edək və bizim Rəfi balamızın
bugün müsəlman dünyasına ilk qədəmləridir. Hansı ki, bu qədəmləri mübarək olsun deyirik. Bizim Rəfi balamız. Arzu edirik ki, həmişə ailənə layiqli övlad olasan və Vüqar bəy, siz də övladınızın xoş günlərini görəsiniz. Arzu edirəm, nəslinizə bizdə el deyimi var da. Deyir, nəsil nəcabətə bir baş ucalığı gətirsin. İnşallah. Görürsünüz, bu bizim Rəfi balamız ki var, igid balamız. Maşallah olsun ha, yaman ciddidir özdə. Bilirəm ki, gələcəkdə inşallah ki, yaxşı bir ziyalı kadr olacaq və təbriklər davam eləyir. Salamlayıram sizi, xoş gördük. Həmişə gözəl məclislərdə görüşək. Özünüz təqdim edin. Şahlar, bugün bu gözəl Vüqar qardaşımızın balasının kiçik toyunda toyudur, çox mübarək. Allah xoşbəxt eləsin. Allahdan arzu edirəm ki, vətənimizə, elimizə, obamıza yaxşı, yararlı övlad olsun. Gün o gün olsun, böyük toyun görək. Allah sizlərə dəyməsin. Sizlərə böyük salam var. Çox sağ, demək istədi ki, bizim vasitəmizdən hamıya salam deyir. Bu yetərlidir, sağ olun, var olun. Sizə salam verir, xoş gördük. Özünü təqdim edin. Nazım, böyük qardaşım, Vüqarın böyükdür. Əmsi, böyük əmsi. Can sağlığı, böyük toyun görək. Allah əvim, xoşbəxt etsin, ən yaxşılardan olsun. Siz heç övladınız var? 2. Allah saxlasın. Sağ ol, çox sağ ol. Olacaqlar yoxsa böyük? Biri budur, böyük budur, baladasıdır, bilməm, buralardadır. Buralardadır, əsas odur buralardadır. Allah saxlasın. Sağ ol, çox sağ ol, çox sağ ol. Allah sağ ol. Salamlarınız var. Sağ ol, bütün Azərbaycan salamlar, Dünya TV salamlarımız var. Çox sağ olun. Çox sağ olun, təşəkkürümüzü bildiririk. Gəl görün bura. Sənin adın nədir? Çamran. Rəfini təbrik edirsən? Hə. Bir üzünü tut kameraya. Denə təbrik edirəm, Rəfi. Təbrik edirəm, Rəfi. Kimlərə salam deyirsən? Azərbaycana, nənəmə. Nənənin adı nədir? Nazə nənə, Rəfi baba. Ay Allah, biz də hər kəsə salamlarımızı söyləyirik. Baş ağlı, diz taqəti, gözdə nurun itirməsin. Dağ yuqarın, ocaq közün. Ay dostlar, igid adın şair sözün. Bağban barın, bağda bağırın itirməsin. Gələm deməz yalan. Elə qarış, elle dolan. Ağsaqqal dayında olan ixtiyarın itirməsin. Bizim bugünkü beyimiz, bu bizim mehriban, ən əsası mərd, qohumluğu, dostluğu möhkəm olan şirvəsini itirməsin. Alqışlayıram. Amin, amin, çox sağ olun. Və gözəl bir mahnı gəlsin, rəqs edəyim verilişiniz üçün. Buyurun, buyurun, buyurun.
Mehdiyev Talih İbrahimoğlu. Təbriklərinizi Xoş gəlmişsiniz bu Sankt Peterburg şəhərinə, bu diyara, bu ölkəyə. Mən sizin verilişlərinizi istəyirəm. Çox sağ olun bu sizin verilişinizə. Mən həmişə izləyirəm bu verilişinizi. Mən özüm Sumqayıtda oluram, 25 ildir. Özdə məclisdə aktiv iştirak edənlərdən biri də sizsiniz. Çox sağ olun. Mən bacım oğlunun, Rəfinin balaca kiçik toyuna iştirak edirəm. Allah onu xoşbəxt eləsin. Əziz tamaşaçılar, Salam Azərbaycan verilişi öz axarı ilə davam edir. Bugün Salam Azərbaycan verilişi Sankt Peterburg şəhərində Yusubovlar ailəsinin qonağıdır. Özdəki özəl və fərqli bir günə gəlmişik. Hansı ki, bu ailənin oğul övladının kiçik toy məclisinə gəlmişik. Bilirsiniz ki, Azərbaycanımızın ən milli və mənəvi dəyərlərindən biri də odur ki, biz oğul övladlarımızın kiçik toy məclisini edirik. Ən əsası odur ki, müsəlman dünyasına qədəmləri qoyurlar. Və arzu edir ki, bizim Musa balamızın da bu qədəmləri mübarək olsun müsəlman dünyasına. İnşallah ki, ailəsinə layiqli övladı olsun və bəyimizin atası Vüqar bəy yanımızdadır, anası Qumru xanım və Kirvə, əsas məsələ Kirvə yanımızdadır. Şəfayət bəy və onun xanımı buradadır. Əziz tamaşaçılar, təbrikləri sizlərə təqdim edirik, salamlayırıq Vüqar bəy. Ailə başçısı olaraq hər zaman arzu edirəm ki, qapınızda bax belə gözəl toylar qismət olsun inşallah. Çox sağ olun. Təbriklərinizi işləyək, buyurun. Gələn qonaqlara xoş gəlmişsiniz deyirəm. Allah canınızı sağ eləsin. Analı, atalı böyüsün, böyük toyuna gələk. İnşallah, inşallah deyirik. Azərbaycana salamlarınız var? Bəli, mən bütün dostlarıma salam söyləyirəm. Burada iştirak elə bilməyənlərə, bütün dostlarıma, yoldaşlarıma salam söyləyirəm. Bütün Azərbaycan xalqına salam söyləyirəm. Sizə yar olsun, Musa bəyin toyu mübarək olsun. Böyük Allahımız sizə yar olsun, Musa bəyin toyu mübarək olsun. Hoş geldiniz dostlar bugün bu toya, Musa bəyin toyu mübarək olsun. Qumru xanım, arzu edirəm ki, bir ana kimi hər zaman oğul övladınızın xoş gününü görəsiniz. Təbriklər. Olun, çox sağ olun. Mən hər kəsi salamlayıram. Xoş gəlsiniz deyirəm. Və bütün qapılarda həmişə xeyir iş qismət olsun. Amin. Hər kəsə toy nişan qismət olsun. Çox sağ olun, təşəkkür edirəm. Arzu edirəm siz də bir xanım olaraq həmişə sevinəsiniz. Və əziz izləyicilər, bizim bugünün səbəbkarı, bax elə Musa balamızdır. Bir salam Azərbaycan söyləyirsən hər kəsə.
Sağ ol Azərbaycan. Əziz tamaşaçılar, bu ailənin 2 övladı var. Musa bəyi artıq biz tanıdıq və gözəl qızımız buradadır. Nəsə söyləmək istəyir? Nə demək istəyirsən hər kəsə? Salam Azərbaycan. Eşq olsun deyirik. Allah saxlasın bu gözəl övladları. Əziz tamaşaçılar, bilirsiniz ki, kiçik toy məclislərində adətən kirvələr seçilir və kirvə ata yarı deməkdir. Ən məsuliyyətli ilə işlərdən də biri kirvədir. Arzu edirəm ki, bu qohumluğunuz əbədi olsun hər zaman. Ən əsası odur ki, bir-birinizə can deyib can eşləsiniz. Mən bugünkü bu toy məclisində yəni Musanı təbrik edirəm. Onun valideynlərinə can sağlığı, uzun ömür, gözləri aydın olsun, gün o gün olsun ki, onların böyük toyunda iştirak eləyək. Musiya da həyatda uzun ömür, can sağlığı, xoşbəxtlik arzulayıram. Salamlarınız varmı Azərbaycanımıza? Bəli, mən də bu Dünya TV verilişindən bütün Azərbaycan xalqımızı salamlayıram. Allah bütün Azərbaycan xalqımıza həmişə belə toylar qismət eləsin. Kirvənin xanımıdır. Salamlayırıq, xoş gördük. Bəlkə bir təbriklər deyəsiniz? Təbrik edirəm Musa. Çox sağ olun. Sizin evladınızdır? Bəli. Adı nədir? Rəqib. Allah saxlasın deyirik. Neçə evladınız var? 1. Allah saxlasın, göz dolusu görəsiniz. Salamlarınız varmı? Bəli, hamıya salam var. Çox sağ olun. Heç Qumru xanımdan soruşmadım. Salamlarınız var doğma Azərbaycana? Qohumlara, qonşulara, hər kəsə, mən tanıyan hər kəsə salamlarımı çatdırıram. Vüqar bəy söylədi ki, salamı var. Buyurun. Bütün Azərbaycan xalqına salam söyləyirəm. Bütün hamıya belə şən məclis qismət edirəm. Azərbaycan eşq olsun. Salamlayırıq aynənə, xoş gördük sizi. Belə bir deyim var, deyir ki, öz arzunu dərirsən, gül ömrünü hörürsən, gözün aydın aynənə, nəvə toyu görürsən. Təbrik eləyirik. Çox sağ olun, ilk öncəsə xoş gəldin deyirəm. Çox sağ olun. Mən bugün o qədər sevinirəm. Allah bu sevinci bütün nənələrə, babalara qismət eləsin. Özdə bu nənə əziz tamaşaçılar fərqlənir, çox qonaqpərvərdir. Bayaqdan elə kadr arxası çəkiliş öncəsi məndən çox maraqlanır. Təşəkkür eləyirəm. Çox sağ olun, çox sağ olun. Mən Vüqara, qızım Qumruya, Şəfayətə, Nilgünə göz aydınlıq verirəm. İnşallah o gün olsun ki, uşaqların universitetə, böyük toyla, universitetə yola salıb böyük toyunu eləsinlər. Amin inşallah. İnşallah belə bir gözəl gün bizim torpağımız Qarabağda olsun. Amin inşallah. Bütün Azərbaycan xalqını salamlayıram. Ayana, bir söz soruşum. Əslən Qərbi Azərbaycandansınız. Neçə ildir burada yaşayırsınız? 30 ildir. Aha, artıq 30 ildir, bir günün ömrüdür. Bax, buradakı adət-ənlərimiz olduğu kimi qorunub saxlanılır, eləməz sizin ailədə də. Siz razısınız bu adət-ənlərlə? Bəli, əlbəttə. Keçmişdə olduğu kimi də qalır? Bəli, bəli, bəli. Ən əsası övladlarınızdan razısınız? Bəli, bəli. Mən Musanın bibisi Vüsalə. Təbriklərinizi eşitdim. Mən qardaşıma göz aydınlığı verirəm, gəlinimizə göz aydınlığı verirəm. Musanın böyük toyunu görək inşallah. Mən bütün Azərbaycanda yaşayan qohumlarıma, anama, bundan sonra qayınlarıma salam söyləyirəm. Hamısına salamlayıram buradan. Gün o olsun, böyük toyuna gələk. İnşallah olmayanlara qismət edin. Salamlarınız var mı? Bütün Azərbaycan salamı.
Ay qonaqlar tez gəlin, gör nə gözəl toydu bu, qoşa süzür bəy gəlin, əcəb şirin toydu bu. Gözün aydın, ay ata, sən də oldun qaynata, gözün aydın. Əziz tamaşaçılar, bizim növbəti təbrik üçün söz deməyə həm yerlimiz var, yanımızdadır. Demək olar ki, elə bizə çəkiliş öncəsi telefonla əlaqə saxlamışıq. Təşəkkürümüzü bildiririk sizə Mahir bəy, çox sağ olun. Arzu edirəm ki, sizin də eviniz bax elə toy qapısı olsun inşallah və təbriklərinizi işlək. Sağ ol, gözü doğrusu görsünlər. İnşallah böyük toyuna gəlir. Böyük toyuna, nə bilim. Bir salam Azərbaycan söyləyin hər kəsə. Hamıya salamlar, Azərbaycana salamlar. Eşq olsun. Uzun analarımız əksi tərəf edirlər görək. Bəli, bibi təqdim eləyəcək nətər lazımdır bütün bura gələn padarkalara, hədiyyələri. Bu kirvəmiz gətiyi paxlavadır, Gəncə paxlavasıdır. Özünüz bilirsiniz ki, Gəncə paxlavası çox bəli, çox qəşəngdir. Bəs burada nə var? Aha, burada da əziz tamaşaçılar, görürsünüz. Nə gözəl. Bundan biz də götürəcəyik Salam Azərbaycan komandası olaraq. Bu qabları biz birinci dəfədir. Bax, çoxlu biz kiçik toylar çəkmişik, amma birinci dəfədir burada təqdim edirik. Bu kirvə Azərbaycandan gətirilib hamısını oradan. Yəni bəli, burada belə bir şeylər, yəni çətin tapılır. Yəni bunu Azərbaycandan gətiriblər hamısını. Çox gözəl. Maşallah olsun, özdə bir səbət doludur ya əziz izləyicilər. Və burada da qutular var. Burada da yəqin padarkalar verir. Bəli, orada da hədiyyələrdir. Yəni kirvə hədiyyələr gətirir. Bəli. Bir də ki, bu da bizim əziz tamaşaçılar, milli şirniyyatımız olan şəkərburadır, Gəncə paxlavasını söylədik və şəkərburamız. Bir də orada badamburadır, səhv eləmirəm. Bəli. Badambura. Badamburadır. Bir təqdim eləyək onu tamaşaçılar görsün zəhmət olmasa. Badambura, şəkərbura. Yəqin ki, xanımlar hazırlayıblar burada. Bəli. Salam Azərbaycan! Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Axşamınız xeyir olsun, əziz televiziya tamaşaçıları. Azərbaycan üçün çox uğurlu bir il olur. Allah sizə uğurlar qismət eləsin.